11-ci suala baxaq. 11-ci sualın şərtində bizə gördüyümüz kimi karbonun allotropik şəkilləşməsi verilmişdir. Qrafitdən almaza keçid edir və hansı ifadələr doğrudur? İkinci müddəyə baxaq. Tərkib dəyişir. Tərkib dəyişmir. Bəli, doğrudur. Niyə? Hər ikisi karbonun allotropik şəkilləşməsidir. Yəni tərkibləri karbondur. Tərkib almaz da olsa, qrafit də olsa, bir-birinə keçid də eləsələr, tərkib heç vaxt dəyişmir. 2 doğrudur. Bir də dördüncü müddəyə baxın. Elektrik keçiriciliyi dəyişir. Bəli, doğrudur. Niyə? Çünki qrafit elektrik cərəyanını yaxşı keçirir. Alma isə elektrik cərəyanını keçirmir. Ona görə də keçiricilik dəyişir. 2, 4 doğrudur. 3-ə baxaq. Ərimə temperaturu dəyişmir. Bu ifadə yanlışdır. Çünki ərimə temperaturu dəyişir. Fərqli-fərqli, yəni allotropik şəkilləşmələrdir də. 1-ə də baxsaq, kimyəvi hadisədir. Xeyr, bu bir-birinə keçid etməsi kimyəvi hadisə deyil, fiziki hadisədir. Düzgün cavab variantı A variantı. 12-ci suala baxaq. 12-ci sualda həll olmanın temperaturdan asılılığı verilib və bildirilir ki, doymamış məhlulu doymuş hala gətirmək üçün nə edə bilərik? Yəni doymuş məhlul nə deməkdir? Artıq burada həmin duzun müəyyən miqdarı həll ola bilməsin. Ona görə də biz bir miqdar suyu buxarlandıraq. Bəli, suyu buxarlandırsaq, orada duzun miqdarı artacaq. Yəni duzun həll olması müəyyən qədər azalar da. Artıq müəyyən miqdar duz orada həll ola bilməyəcək. Doymuş məhlul əmələ gələr. Bir düzdür. X duzu əlavə edək. Bəli, X duzu əlavə etsək müəyyən müddətə qədər həll olar. Artıq çox əlavə etdikdə o həll ola bilməz və doymuş məhlul əmələ gələr. Temperaturu artırmaq bu yanlışdır. Temperaturu artdıqca duzun həll olması artır. Yəni həll olma daha asan baş verər. Doymamış məhlul əmələ gələr. Ona görə də düzgün cavab variantı C variantı 1, 2. 13-cü sualın izahına baxaq. Deməli, kömür və oksigenin qarşılıqlı təsiri. Kömür yanır, əmələ gəlir karbon qazı. Bildirilir ki, 45 qram kömür yananda, deməli 1485 kilojol istilik ayrılıb. Ümumiyyətlə kömürün, karbonun kütləsi 12-dir. 12-də tapaq ki, neçə kilojol istilik ayrılacaq? X. X bərabərdir 396 kilojola. Deməli, 12 qram karbon yananda 396 kilojol istilik ayrılır. İstilik törətmə qabiliyyəti 1 kiloqram maddənin yanması zamanı ayrılan istilikdir. 1 kiloqramı qrama çevirək 1000 qram. 12 qram yananda 396 kilojol istilik ayrılırsa, 1000 qram yananda nə qədər istilik ayrılacaq? X qram. Daha doğrusu X kilojol. X də bərabərdir 33000 kilojol. Düzgün cavab variantı D variantı. 14-cü suala baxaq. 14-cü sualda 14 elektronu olan bizə X3 müsbət iyonu verilmişdir. Bildirilir ki, 14 deməli elektronu var. Əgər 14 elektronu varsa, iyonun yükü bərabərdir. Proton çıxılsın elektron düsturuna əsasən yük 3-dür. Elektronumuz 14-dür. Protonumuz P. P bərabərdir 17. Deməli 17 nəyimiz var? Protonumuz var. Bildirilir ki, neytron sayı protonundan 3 vahid çoxdur. Protonumuz 17-dirsə, neytronumuz bundan 3 vahid çoxdursa, deməli 20-dir. 17 üzərinə gəlsin 3. 20 neytronumuz var və bizdən kütlə ədədini soruşur. Kütlə ədədi də protonla neytronun cəminə bərabərdir. Proton 17, neytron 20, cəmi 37. Düzgün cavab variantı C variantı. 15-ci sualın izahına baxaq. 15-ci sualda bizə xörək duzu su qarışığı verilib. Xörək duzu suyu biz distilli usulda, yəni duzlu su kimi distilli usulda ayıra bilərik. Məsələn 4. Bir də buxarlandırma usulda 1 də ola bilər. 3 olmaz. 3 ayrıcı qıflı ayırma usuludur. 2 də olmaz. Yəni süzmə usulu ilə ayıra bilmərik. Düzgün cavab variantı 1, 4, D variantı. 16-cı suala baxaq. Fotosintez reaksiyasının doğru verilmiş söz tənliyi. Fotosintez karbon qazı və sudan glikoza və deməli oksigenin alınması ilə baş verir. Deməli karbon qazı, üzərinə gəlsin su, əmələ gəlir glikoza və oksigen. Düzgün cavab variantı B variantı. 17-ci suala baxaq. X bərk maddəsi verilmişdir. 100 ml suda 40 qram maddə həll olur, doymuş məhlul əmələ gəlir. Deməli, su, bir də duz nisbəti 100-ün 40-a, yəni ən kiçik nisbəti ixtisar eləsə, 20 gedir 2 dəfə, 20 ixtisar gedir 5 dəfə. Deməli, suyun duza olan nisbəti 5-2 kimi olmalıdır. Elə cavab seçməliyik ki, suyun duza nisbəti 5/2 olsun. Deməli, birə diqqət yetirək. Suyun duza nisbəti, su 100-dür, duz neçədir? 30.
Deməli, nisbət kimi hesablasaq 5-ə bölünür 6 dəfə, 5-ə bölünür 20 dəfə, 2-yə 3 dəfə, 2-yə 10 dəfə. 10 böl 3. Bu düzgün cavab ola bilməz. Suyun duza nisbəti necə olmalı idi? 5 böl 2 nisbəti kimi. Deməli, bu düzgün cavab ola bilməz. 2-yə baxaq. 8-in, suyun 20-nin 8-ə nisbəti. Deməli, 5-ə bölünür, 4-ə bölünür 2 dəfə, 4-ə bölünür 5 dəfə. 5 böl 2. 2 düzgün cavab ola bilər. 2 düzgün cavab ola bilər. 3-ə baxaq. 60-ın, deməli 24-ə nisbəti. 66-ya bölünür. Daha doğrusu 12-yə bölünür 5 dəfə. 24 12-yə bölünür 2 dəfə. 5-2 nisbəti. 2-3 düzgün cavab ola bilər. Daha sonra keçək dördüncüyə. Dördüncü suyun həcmi 100, maddənin həcmi 50. 2-nin 1-ə nisbəti kimidir. Bu düzgün ola bilməz. Düzgün cavab 2-3 olmalıdır. Yəni belə cavab yoxdur. Amma məncə yəni düzgün cavab variantı 2-3 olmalıdır.